Daha Azərbaycan şairi Böyük Nizaminin anadan olmasının 870 illiyini qeyd edən vətən övladları arasında Abşeron rayon Qobu qəsəbə 1 saylı tam orta məktəbin pedaqoji kollektivi də var. Qobu qəsəbə 1 saylı tam orta məktəbində keçirilən tədbir 3 əlamətlər bayrama həsr olundu. Belə ki, dahi Nizami Gəncəvinin 870 illik yubileyi və onun portretini yaradaraq Nizamini yaddaşlara həkk edən rəssam Qəzənfər Xaliqov, həmçinin Nizami yaradıcılığından bəhrələnən tədqiqatçı alimimiz Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, filologiya elmləri doktoru, professor Bakı Dövlət Universitetinin İlahiyyat Fakültəsinin dekanı, Ərəb Filologiyası Kafedrasının müdürü, əməkdar elm xadimi Vasif Məmməd Əliyevin adının olmasının 70 illiyi də məhz bu günlərə təsadüf edir. Elə bu məqsədlə Qobu 1 saylı tam orta məktəbdə tədbir keçirildi. Öncə dahi Nizaminin həyat və yaradıcılığından bəhs edən qısa film nümayiş etdirildi. Zəhmətə hörmət, haqsızlığa barışmaz kin və nifrət, ədalət, xeyirxahlıq. Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin dekanı Elxan Əzizov bildirdi ki, Prezident İlham Əliyev Böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyini Respublikamızda layiqincə qeyd olunması haqqında fərman imzalayıb. Elə bu fərmana əsasən Respublikamızın bütün bölgələrində Nizami sevərlər bu dahinin poeziya bayramını möhtəşəm qeyd edir. Dekan fürsətdən istifadə edib akademik Vasif Məmməd Əliyevi də 70 illik münasibəti ilə təbrik etdi. Daha sonra söz yubilyarın özünə verildi. İlahiyyatçı, Ərəb Filologiyası Kafedrasının müdürü, əməkdar elm xadimi Vasif Məmməd Əliyev çıxış edərək Qobunun ona nə qədər doğma əziz olduğunu vurğuladı. Həmçinin yubileyə toplaşan bütün pedaqoji kollektivə təşəkkür edərək Qurban Bayramı münasibəti ilə təbrik etdi. Nizaminin məclisində mən də iştirak edirəm. Elə bir dahinin məclisində, elə bir böyük şairin fəsəssət sal, əgər quyi, kocau, ki hər hərfi nida ayət ki, hau. Əgər 100 il bundan sonra da soruşsan ki, o hardadır, o bəyalar dedilər. Cavab gəlir, hər sətirdən, misradan bir cavab gələr ki, o buradadır. Nizami doğrudan şərqin böyük dahisidir və mən çox sevinirəm. Tək mən yox, hamımız yəqin ki, Azərbaycan xalqının evladıdır. Bütün təbriklərə qoşulan Abşeron rayon təhsil şöbəsinin müdiri Nadir Ağayev öncə hər kəsi salamladı. Dahi Nizamidən söz açan Nadir Ağayev məhz belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd etdi. Həmçinin akademik Vasif Məmməd Əliyevi yubiley münasibətilə təbrik etdi. Görkəmli şairlərimizin həmişə yubileyləri qeyd olunur, yüksək səviyyədə və mən bir məktəbin müdiriyyəti, pedaqoji kollektivinə öz razılığımı bildirirəm, onlara təşəkkürümü çatdırıram. Qeyd edək ki, tədbirdə Nizami Gəncəvi və Üzeyir Hacıbəyovun Sevgili Canan romanı ifa olundu. Məlumat üçün deyək ki, tədbirdə bir-birinə maraqlı çıxışlar iştirakçılar tərəfindən alqışlarla qarşılandı. İlqar Mahmudov, Nizami Rəsulov, Kamil Quliyev, Dünya TV. Sevirəm qəlb ilə canım kimi cananımı mən. Ölərəm, ya yetərəm, sən kimi cananə gülüm.